Biz bu aktual mövzu istiqamətində danışdıq. İndi isə Ermənistan daxilindəki proseslərə də diqqət çəkəcəyik. Bəzi statistikalar açıqlanıb. Ermənistanın hər üçüncü vətəndaşı Nikol Paşinyanın satqın olduğuna inanır. Belə bir iddia Ermənistan parlamentində jurnalistlərə açıqlama zamanı səsləndirilib. Şərəfim var fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib və deyib ki, belə reytinqa malik olan siyasi vahidin nümayəndələri sussalar daha yaxşı olar. İkincisi də cənab Simonyan, yəni Ermənistan parlamentinin sədrini nəzərdə tutur. Bu və ya digər sosioloji sorğu ilə fəxr edirsə, onun həmin sosioloji sorğulardakı reytinqi səhv etmirəmsə, Vardan Qukasyanın reytinqi ilə eynidir. Qoy bundan sonra da bununla fəxr etməyə davam etsin deyə Mamicanyan deyib. Yəni Ermənistan daxilində xaotik vəziyyət davam eləyir. Müxalifət xüsusilə iddia eləyir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi çox aşağıdır. Hər üç nəfərdən ən azı ikisi, daha doğrusu hər üçüncü vətəndaşı hesab eləyir ki, Nikol Paşinyan satqındır. Bu minvalla proses hansı məcraya gələ bilər? Biz bundan danışacağıq. Siyasi şərhçi Mübariz Göyüşlü suallarımızı cavablandıracaq. Mübariz bəy, hər vaxtınız xeyir olsun. Salamlayıram, hər vaxtınız xeyir olsun. Mübariz bəy, gördüyümüz kimi hazırda Ermənistan daxilindəki gərginlik davam eləyir və həm Nikol Paşinyan, həm onun komandası sərt tənqidlərlə üz-üzə qalır. Alen Simonyan da bunlardan biridir. Ermənistanın baş nazirinin reytinqi doğrudan da mı bu qədər aşağı düşüb və onu satqın hesab eləyirlər? Əgər belədirsə, niyə elə Qarabağ məsələsindən sonra Paşinyanı seçdilər? İndi də müəyyən qədər dəstəkçiləri var. Əvvələ nisbətə reytinqi düşüb, amma ümumilikdə seçki ərəfəsində bu reytinq enməsi necə dəyərləndirilə bilər? Yəni, müxalifətin dediyi qədərdirmi? Təşəkkür edirəm. Mən hesab edirəm ki, bu sosioloji sorğuların da bir əsası var. Boşundan bu məsələlər yarana bilməz. İndi dəqiq bir şəkildə söyləmək çətindir ki, 3 nəfərdənmi, 5 nəfərdənmi biri bu cür qiymətləndirir. Amma ümumən götürəndə Paşinyanı belə bir siyasi aqibətinin olacağına, belə bir reytinqin olacağı da gözlənilən idi. Çünki necə ki, Azərbaycana sülh sazişi imzalaması və digər məsələlərdə aşırı dərəcədə yalan danışmaqla, vəd verib, söz verib, başqa addımlar atmaqla məşğuldursa, görünür ki, eyni siyasəti də Paşinyan ölkə daxilində yürüdür. Onun istər xarici siyasəti, istər daxili siyasəti çox ziddiyyətli və xaotik olduğuna görə də atdığı addımlar da Ermənistan cəmiyyəti tərəfindən birmənalı qarşılanmadığına görə və hətta bir sıra məqamlarda da çox ağrılı və problemli qarşılandığına görə belə bir reytinqinin olması Paşinyanın mümkün görünür və əslində belə bir reytinqinin olması da belə deyək, o hakimiyyətə gələndə ki, bir çevriliş yolu ilə mı, inqilab yoluna hakimiyyətə gəlmişdi, bir eyforiyaya qapılmışdı. Daha sonra seçkilər keçirilərkən qalib gəldi və görünür bu euforiya da artdı, amma indi reallıqların üzrə qalmaq vaxtıdır. Və Paşinyanın belə bir reytinqinin olmasını da mən düşünürəm ki, onu Avropada, Cənubi Qafqazda, hətta bəzən Azərbaycanda da bəzi qrupların onu bir siyasi lider kimi təqdim etməyə çalışanlara bir faktoloji məsələ olsun. Xüsusən Avropada o özünün demokratiyanın aparıcısı mı, beşiyi mi sayan Fransa kimi dövlətlərdə, onun rəhbərlərində qoy bu məsələlər artıq faktdır. Yəni bu fakt üzərində də düşünsünlər ki, kimə dəstək verirlər, nə üçün dəstək verirlər və dəstək verdikləri qrup, onun liderinin durumu budur. Erməni xalqı da yəqin ki, bu fikirdədir və gec-tez Paşinyandan bu məsələlərin də hesabını soracaqdır. Mən hesab edirəm ki, Paşinyanı bu situasiyadan, bu durumdan qurtara bilən məsələ Azərbaycanla düzgün, dürüst siyasət yürütməcəkdir və eyni zamanda Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində göstərdiyi prinsipial təkliflərə razı olaraq bu məsələləri tənzimləməsi onun reytinqinə hardasa həm də təsir edə bilər. Çünki onun xain kimi təsəvvür olunması həm də Azərbaycanla münasibətlərdən yaranıbdır və daha çox elə Azərbaycanla münasibətlərdən yaranıb. İndi baxın ki, biz
Azərbaycan prezidenti bu məsələlərdə çıxış etməklə nə qədər təkcə Azərbaycanın deyil, həm də Cənubi Qafqazın taleyini həll edə bilən önəmli bir lider və təkliflərlə çıxış edən bir siyasət nəhəngidir. Mübariz bəy, istəyərdim ki, müxalif nümayəndələrin, ictimai xadimlərin erməni cəmiyyətində dediyi digər fikirlərə də diqqət yetirək. Bu, həm də sülh müqaviləsi ilə bağlıdır. Erməni ictimai xadim Armen Hovasapyandan bir açıqlama var. O deyir ki, əslində Nikol Paşinyan sülh göyərçini kimi danışmağa çalışır və sülh pioneri rolunu oynamağa cəhd edir, amma sülh olmayacaq. Hətta deyir, orada o qədər ziddiyyətli müddəalar var ki, bu ictimai müzakirəyə çıxarılsa çox böyük səs-küy doğuracaq. Yaxın zamanda erməni cəmiyyəti, bəzi müxalif qüvvələr hesab edirlər ki, ümumiyyətlə sülh müqaviləsi ilə bağlı həm bəndlər ictimai müzakirəyə çıxarılmayacaq, həm də ümumiyyətlə belə bir sülh müqaviləsi imzalanmayacaq. Bu, Ermənistanın baş naziri Nikol Paşinyanın uydurmasıdır. Axı, Azərbaycan tərəfi də bu xəbəri təsdiqləyir, sülh müqaviləsinin bəndlərinin razılaşdırıldığı deyilir. O zaman Ermənistanda müxalifətin belə təzyiqlər göstərməsinin arxasında hansı nüanslar dayanır? Təqribən 1-2 dəqiqə zamanımız qalıb. Biz Azərbaycan tərəfi olaraq istər rəsmən, istər qeyri-rəsmi şəkildə bu məsələləri elə bu şəkildə də hər zaman təqdim eləmişik. İndi erməni tərəfdən də politoloqlardanmı, ictimai siyasi xadimlərdən bu fikir təsdiqləyənlər varsa, bu onu göstərir ki, söhbət Nikol Paşinyanın dırnaqarası sülh göyərçini kimi təqdim olması. Məsələ aydınlaşır ki, Azərbaycan da, Ermənistanda da bu fikirləri bölüşürlər ki, Nikol Paşinyanın sülhlə bağlı söylədikləri hamısı yalandır və onun əməlləri başqa bir məqamları göstərir. Onun sülh göyərçini təqdim olunması çox böyük yanlışlıqdır. O ki, qaldı sülh sazişinin bəndlərinin müzakirəyə çıxarılması və bu məsələlərlə bağlı yaranan situasiya, bu vəziyyət Ermənistanda çox ciddi narahatlıq yaradan bir məqamdır. Bu, Paşinyanın artıq həll etməli olduğu bir məsələdir. İndi o sülh sazişinin bəndlərini müzakirəyə çıxardacaqmı, çıxartmayacaqmı? Buna Ermənistan dövlət və cəmiyyəti qərar verməlidir. Amma ümumən və əsasən mən qeyd edeyim ki, Ermənistanın, onun baş nazirinin bu tutumunu, bu davranışını görərkən məndə belə bir təəssürat yaranır ki, sülh sazişinin imzalanması məsələsi, əgər bu davranışın Ermənistan davam edərsə, hələ daha uzun müddətdə biz onun imzalanmasını müşahidə edə bilməyəcəyik. Təşəkkürümüzü bildiririk Mübariz bəy, minnətdarıq sizə fikirlərinizi bölüşdüyünüz üçün. Ermənistan daxilindəki vəziyyətdən danışdıq, düzdür. Ötən gündən etibarən Nikol Paşinyan məzuniyyətə çıxıb, amma bütün hallarda ölkə daxilində həm də onun komandası ilə müxalif nümayəndələr arasında gərginlik də səngimir. Paşinyanın ümumiyyətlə heç bir sülh müqaviləsinə imza atmayacağını deyirlər. Bakıya bu barədə çox bəyanatlar səsləndirib, amma o zaman Ermənistan tərəfi ciddi cəhdlə bunu inkar etməyə çalışır. İndi Ermənistan müxalifəti də etiraf edir ki, Paşinyan ümumiyyətlə sülh müqaviləsi imzalamaq niyyətində deyil. Bu və digər istiqamətlər üzrə növbəti saatlarımızda da müzakirə aparacağıq.